Hər vaxtınız xeyir olsun. Bakı İqlim Fəaliyyəti Həftəsi bugündən artıq başlayıb. Bilirsiniz, bundan ötən buraxılışlarımızda da informasiyaları diqqətinizə çatdırmağa çalışmışdıq. Hazırda müsahibim Nigar xanım yanımdadır. İstərdim ki, növbəti suallarımızı ona ünvanlayım. Nigar xanım, hər vaxtınız xeyir olsun. Bu 5 gün ərzində nə qədər sessiyalar həyata keçiriləcək? Ümumiyyətlə, müzakirə mövzusu ötən ilki həftədən fərqli mi olacaq? Buyurun, sizdən eşitdik. Çox sağ olun, təşəkkür edirəm. Bu ikinci dəfədir ki, Bakı İqlim Fəaliyyəti Həftəsinə ev sahibliyi eləyibdir. Belə bir ənənə var və bir çox dünyanın bir çox regionlarında keçirilir. Məsələn, ən böyük iqlim fəaliyyəti həftələri Londondadır, New Yorkdadır. Məsələn, bizim keçən ilki iqlim fəaliyyəti həftəsindən sonra bu il Rio o prosesə qoşulubdur və bu il məsələn BMT-nin iqlim dəyişmələri üzrə çərçivə konvensiyası, yəni UNFCCC çərçivəsində keçirilən rəsmi iqlim həftələri Panamada olubdur və Afrikada, Efiopiyada keçirilibdir. Biz də ona qoşulmuşuq. Və ona görə çox xoş bir haldır ki, Bakıda da iqlim fəaliyyəti həftəsi keçirilir və biz təbii ki, buna məsuliyyətlə yanaşırıq. Xüsusilə də COP29-un uğurlu nəticəsini, COP29-da olan o önəmli tarixi qərarların növbəti bir mərhələdə müzakirəsi üçün və onların ardıcıllığının olması üçün bu platforma çox önəmlidir və özəlliyi də odur ki, burada tək dövlət qurumları, tək danışıqçılar yox, həmçinin burada özəl sektor, vətəndaş cəmiyyəti, gənclər, hər kəs qoşulur. Yəni ona görə açıq bir platformadır və bu həftə ərzində 46 sessiya nəzərdə tutulubdur 30 mövzu üzrə. Yəni sessiya deyəndə biz burada həm burada gördüyünüz panel müzakirələrini nəzərdə tuturuq, həm kənar tədbirlər olacaq, həm müxtəlif Bakının mərkəzlərində başqa yerlərdə olan tədbirlər var. Gənclər çempionumuzun ayrıca proqramı var. Gənclər çox aktiv qoşulublar. Özəl sektor aktiv qoşulub. Ona görə maraqlı müzakirələr var və belə baxanda müzakirələr baxımından keçən ilkindən daha böyükdür. Mövzular baxımından. Məsələn, tematik mövzulara bölünüb hər gün. Burada həm kənd təsərrüfatı, həm nəqliyyat, həm rəqəmsallaşma, həm məsələn yaşıl iqtisadiyyata keçid baxımından, yaşıl bacarıqların olması baxımından bir çox məsələlər var. Ona görə və gördüyünüz kimi burada BMT strukturlarından gələn qonaqlarımız var. Yüksək səviyyəli spikerlərimiz var və yenə də elə bir balans qurulub ki, burada həm özəl sektor, həm dövlət qurumları aktiv iştirak eləsin. Məsələn, kənd təsərrüfatı ayrıca bir mövzudur. Kənd təsərrüfatı Nazirliyi çox aktiv qoşulubdur. Onlar öz proqramını eləyirlər. Belə çalışırıq ki, inklüziv bir platforma olsun. Ötən il əsasən maliyyə ilə bağlı müraciətlər olurdu. Bu il də o tendensiya davam eləyəcəkmi? Bilirsiniz, COP-un əsas mövzusu maliyyə idi təbii ki və biz yenə də deyirəm, tarixi bir qərarlardan yadda qaldıq. Bu il maliyyə də daxil olmaqla müxtəlif mövzular var burada. Daha çox çalışırıq ki, yaşıl iqtisadiyyata keçidin bütün aspektlərini danışaq. Fürsətlər nədir, çağırışlar nədir, məsələn, qarşıda duran problemlər nədir? Təbii ki, maliyyə mövzusu hər zaman ən öndə gedən məsələdir. Çünki yaşıl iqtisadiyyata keçid trilyonlarla məbləğ deməkdir və məhz buna görə də Bakı, belə deyim, Baku to Belem roadmap, yəni Bakı-Belem yol xəritəsi, bu bizdə qəbul olunan o 300 milyard məbləğin 1,3 trilyona çatdırılması ilə bağlı bir sənəd və bir proses aparılır bizim sədrliklə COP30 sədrliyi üçün və o müzakirələrdə olacaq. Təbii ki, maliyyəsiz olmur, o müzakirələrdə olacaq. Təşəkkür edirəm. Bir daha xatırladım ki, müsahibim Nigar Arpadarayi idi. Bizə daha detallı formada COP-la bağlı informasiyaları diqqətimizə çatdırdı. Bu saata deyəcəyim məlumatlar hələlik bundan ibarətdir. Sözü yenidən sizə ötürürəm.